bugün bir araya geldiğimiz mətbuat konferansı ölkəmiz üçün və sadəcə ölkəmiz üçün deyil, bütün region üçün böyük əhəmiyyət kəsb edən Bakı Enerji Həftəsinə həsr olunub. Bu sərgi Ulu Öndər Heydər Əliyev tərəfindən başlanğıcı qoyulub və bugün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənərək davam etdirilir və Bakı Enerji Həftəsi də eyni qaydada olmaqda. Bakı Enerji Forumu çərçivəsində SOCAR Prezidenti Rövşən Nəcəf liderlərin çıxışları, enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi müzakirəsində əsas məruzəçi kimi çıxış edəcək.